Yazıya pozu yoxdur deyirlər. Yaxşı ya pis, nə yazılıbsa qalasıdır. Bəhs etdiyimiz mövzular günümüzün yazılarıdır. Gəlin birgə yozaq, həqiqətə daha yaxın olaq. Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Bugünkü həm söhbətim tanınmış foto ustası Rauf Umuddur. Rauf bəy, xoş gəlmişsiniz. Sağ olun, xoş günümüzə gələk. Bugün foto sənəti ilə bağlı söhbət açacağıq. Azərbaycanda bu işin, foto sənətinin ustaları kifayət qədər var, olub, yəni bizim tarixə boylansaq. Və bugün də deyərdim ki, estafet, hər halda mən düşünürəm belə deyə bilərik də, etibarlı əllərdə də davam edir. Foto sənəti təsviri sənətlə kinonun arasında mən təxmini yerini belə görürəm, elə bir aralıq mərhələsi rolunu oynamış bir sənət növüdür. Ancaq icazə ver, mən burada bir balaca düzəliş edeyim. Gəlin oradan başlayaq. Kinoya təkan elə məhz fotodan başlayaq. Bəli. Amma məsələn, üzr istəyirəm, kinonun belə bir cəhəti var ki, kinonun müəyyən bir vaxt, zaman ərzində bir fikri söyləmək olur, amma fotoda bir anda fikir söyləməlisən. Yəni ki, yekun bir fikri sən bir rəsmdə göstərməlisən. Ona görə də təbii ki, foto ilə kinonun arasında böyük bir məsafə var. Amma texniki baxımdan belə deyək ki, kino da, foto da ikisi də yəni ki, filmə çəkilən indi təbii ki, bu rəqəmsal halındadır. Yəni ikisində də eyni texnika istifadə olunur. Optikadır, məsələn, kameranın özüdür. Bunları fərqləndirən sadəcə olaraq mən yenə də deyirəm, fotoqraf vəzifəsi kinoda olan, belə deyək ki, senaristdir, rejissordur, aktyor işidir, səhnənin qurulmağı, bunların hamısını yeganə bir fotoqraf elə bir ki, öz üzərinə götürür və orada kadr görmək qabiliyyəti, onun o ifadə qabiliyyəti təbii ki, fotoqrafdan asılıdır. Bəli. Yox, mən nəyə görə bunu o aralıq mərhələ sayıram? Çünki təsviri sənət var idi. Təsviri sənətdən sonra da birbaşa kino başlamayıb. Yəni məhz bəli, dediyimiz kimi foto təkan verir. Foto olmasaydı, kino nə vaxt başlayasaydı, necə başlayasaydı. O zaman belə ifadə edərdim ki, əslində fotonun yaranması təkcə o texniki baxımından deyil. Hər zaman hər bir insanın beynində, yəni ki, professional foto ilə məşğul olanlar, foto sənəti ilə məşğul olanlardan başqa həvəskar fotoqraflar deyirlər. Bəli. Həvəskar fotoqraflar elə bilirəm ki, hər kəsin beynində gördüyü bir hadisəni kiməsə çatdırmaq, kiməsə fikrini sözlə ifadə eləyə bilməyən insanlar təsvirlə ifadə eləmək istəyir. Hətta bu bizim belə deyək də, Qobustan qayalarından gələn rəsmlərin özündən də belə deyərdim ki, foto görümü məhz o zamanlardan hətta başlayıb. Yəni qədim insanların bəli, çünki hər kəsin beynində var. İçində elə bir fotoqraf yatırmış. Bəli, istər-istəməz, çünki yenə də deyirəm də, bir hadisəni görəndə o hadisəni təsvir eləmək üçün deyirik ki, orada məsələn filan şey var. Bu sözlə deyiləsi, belə deyək ki, ifadələri bir fotoda cəmləşdirib deyirik. Anın donmuş inkasıdır da foto. O baxımdan sənətli ifadəsidir. Çünki bəli, sənətli ifadəsi. Bəli. Amma baxmayaraq ki, yəni klassik foto belə başlayıb, sonradan o necə deyirlər, foto inkişaf elədikcə fotoqrafiya sənəti, o bədii foto artıq anlayışı da formalaşıb. Siz bu işi daha yaxşı bilirsiniz və bilavasitə də bədii foto ilə məşğul olmuş şəxs kimi o incəliklərə bələdsiniz. Bir söz burada təkcə bədii foto demək olmaz. Çünki fotoqrafiya sənətinin özü, yəni belə deyək də, fotojurnalistika bizim dövrə, yəni ki, bu texnikanın inkişaf elədiyi zamanlardan, 1830-cu illərdən üzü bu tərəfə fotojurnalistika yaranıb. O küçə fotoları dediyimiz fotojurnalistika məsələ oradan yaranıb və fotojurnalistikanın böyük bir əhəmiyyəti onda olub ki, yəni belə deyək, görünməyən səhnələri göstərməyi bacaran fotoqraflar olub. Küçə fotoqrafları ki, məsələn, belə deyək ki, uşaq əməyindən istifadə zamanı fabriklərdə, zavodlarda körpə-körpə uşaqların işləməsini fotoqraflar çəkdikcə, o artıq sosial bir tələbata çevrilir və uşaq əməyindən istifadənin məsələn qabağı alınıb.
Yəni jurnalistika, fotojurnalistika çevrilməsi Bəli. məsələ küçə fotosundan başlayıb. Və bədii fotoqrafiya da məhz burada bilirsiniz nə ilə müqayisə eləmək olar? Bizim böyük rəssamların işi ilə. Yəni rəssamların işi belə deyək, rəssamlarda bir fotoqrafiya olan kiçik bir qısqanclıq fotoqrafların özündə də var. Çünki fotoqraflarda bədii görmə qabiliyyəti var. Bədii görmə. Çünki jurnalistikada belə deyək ki, bədii görməyə o qədər əhəmiyyət verməsək də, yəni hadisələrin çəkilişidir. Amma bədii fotoqrafiya məhz elə bildiyimiz bədii fotoqrafiyadır ki, orada bu belə deyək, fashiondir, sonra tətbiqi fotoqrafiya, yəni ki, bunların hamısı bədii fotoqrafiya söykənir və orada da artıq kompozisiya yenə də klassik kompozisiyalardan başlayır və oradan da bu tərəfə qədər eyni ilə, yəni ki, təsviri sənətdə olan qanunlar təbii ki, fotoqrafiyaya da aiddir, kinoya da aiddir. Bu qanundur. Bəs elə ona görə də söhbətin müqəddiməsində dedim, təsviri sənətdən elə bir Sözsüz. ilhamlanıb, onun mənbəyində sanki yaranmış bir sənət növüdür. Baxmayaraq ki, incəsənət növlərinin içində ayrıca belə qeyd olunmur fotoqrafiya. Çox təəssüf. Çox təəssüf ki, yəni biz ədəbiyyat artıq müstəqilləşmiş böyük bir sahədir. Ona görə ədəbiyyat və incəsənət deyəndə onu ayrıca götürürük. Amma incəsənətin içində musiqini deyirik, təsviri sənəti deyirik, kino, teatr, memarlıq da müstəqilləşmiş ayrıca bir, həm də qohum, incəsənətə qohum bir sənət növüdür. Foto da bir növ aralıq elə bir mövqe tutub. Amma kinoya da qohumdur, eyni zamanda təsviri sənətə də mən düşünürəm ki, elə yaxındır, bağlıdır. Məsələ burasındadır ki, çox qəribə bir fikir əmələ gəlir ki, əslində fotoqrafiyadan istifadə edən bütün sənətkarlar var. Yəni, bildiyimiz bütün sənət sahələrində, bütün elm sahələrdə, hər yerdə fotodan istifadə olunur. Hətta bu günləri, məsələn, araşdırmalarda fotolara müraciət edirlər. Niyə fotolara müraciət edirlər? Çünki fotolar bir zamanın sözünü deməyi bacaran bir sənətdir. Amma onu incəsənətə çevirməmək, incəsənət növlərinə aid etməmək mənə elə gəlir ki, ən böyük qəbahətdir. Çünki, belə deyək, bu günləri, məsələn, mən özüm vaxt ikən xaricdə Azərbaycan fotosunu təmsil eləmiş insanlardan biriyəm. Hətta, məsələn, xaricdən bura gələn qonaqlarımızı belə, misafirlərimizi mən Azərbaycanın ən gözəl bir yerlərinə, yəni ki, Azərbaycanı tanıda bilən elə bir yerlərə aparıram ki, bu düzdür, şəhər öz yerində. Yəni, şəhərin gözəlliyi, hamısı öz yerində. Amma bu foto baxımından Azərbaycanı necə tanıtdırmaq olar? Mən bir Azərbaycanlı kimi, mən bilməliyəm ki, Azərbaycanı məhz tanıtdıran, deyək ki, palçıq vulkanlarıdır. Oranı mən onu göstərməliyəm. Ateşgahımızdır, yanardağdır. Belə-belə yəni mənzərələri mən onu mütləq göstərməliyəm ki, sabah gedəndə Azərbaycandan nə aparacaq? Azərbaycan, tutaq ki, memarlığı, deyək ki, şərq memarlığı ilə haradasa uyğun gəlir. Haradasa yaxınlıq var. Amma memarlıq baxımından, düzdür, Azərbaycana aid olan memarlıqlar bugündən müasir memarlıqla heç bir şey müqayisə eləmək olmaz. O ilə bərabər də, belə deyək ki, Azərbaycan deyəndə, o söhbət olanda deyirik ki, məsələn, Bəhramgürün heykəli vaxt ikən Bakının simvollarından biriydi. Və yaxud da ki, Mirvari kafesi Bakının simvollarından biriydi. Qız Qalası da həmçinin. İndi Azərbaycan deyəndə bu foto baxımından, fotodinamik baxımından artıq onları. Düzdür, indi bu vaxta qədər bu Qarabağla bağlı müəyyən bir epizodlar az olmayıb. Hətta 30 il ərzində təbii ki, ora gedən media işçiləri də olub, xaricdən gələn media işçiləri olub. Düzdür, hamı gedə bilmirdi. Amma hər hansı bir yolla, məsələn, Qarabağda olan döyüşləri, biz hardan bilirdik ki, məsələn, bizim məscidimizdə donuz bağlanıb. Çünki orada bir Azərbaycanlı yox idi ki, bizə çatdırsın bunu. Medianın əli ilə həmin o fotolar bizə gəlib çıxırdı. Yəni ki, fotonun bu qədər gücü var. Bu boyda gücü ola-ola biz fotoya elə bil ki, ögey baxırıq. Biz deyəndə ki, mən qısqanc yanaşılıb elə sanki. Mən bunu düşünmürəm, amma kənardan baxıram ki, ögey yanaşma var fotoya. Bu qısqanclıq yəqin sizi də peşənin bir bilicisi kimi incidir, ürəyinizcə deyil. İncidir deyəndə ki, birisi bu vaxta qədər mənim çalışdığım, yəni ki, vəzifələrdən biri də
Bir fotoqraf kimi həmişə çalışmışam ki, bunu önə çıxardaq. Önə çıxardaq, hansı yolla olur olsun. Deyirəm, bayaqlar qeyd elədiyim kimi, xaricdə, məsələn, Azərbaycanı təmsil eləməyim, məsələ fotonun özünün gücünü, onun səviyyəsini orada göstərməkdir. Hətta ora apardığımız bu Azərbaycandan olan fotoqrafların işlərini belə o seçim yolu ilə eləyirik ki, artıq o sənət baxımından bilinsin. Hətta 1994-cü ildə təklif gəldi ki, Nant şəhərində, Fransanın Nant şəhərində, orada deməli Azərbaycan fotoqraflarının bir sərgisi təşkil olunsun. Bilirsiniz ki, orada da Kant festivalı keçirilir. Ona görə də təklif olunmuşdu ki, Azərbaycan fotoqraflarının da işi orada görsün. 25 fotoqrafın işi orada təmsil olundu. O zaman deməli seçim vaxtı bir ekspert gəlmişdi Fransadan. O bizim şəkillərə baxanda dedi ki, indi elə bir şəkillər var idi ki, təbii ki, biraz müasirliyi ilə, hər şeylə fərqlənirdi. Dedi, bizim sizdən tələbimiz, yəni ki, bu müasirlik deyil. Yəni bu müasirliyi ilə bağlı olan təsvirlərdən biz həftədə bir sərgi açırıq. Yəni ki, hər bir insanın bir konseptual bir sərgisi olur və bu müasirliyi biz hər gün görürük orada. Biz çox istəyərdik ki, Azərbaycan fotoqrafları deyəndə, Azərbaycan fotosu deyəndə siz Azərbaycanı təmsil edin. Azərbaycandan olan fotolar göstərin orada. Yəni 100% bilinsin ki, bu yəni, məhz Azərbaycanı olsun, ifadə eləyir. Amma məsələn, müasir indi belə deyək də, müasir sənətdə təbii ki, istəyir fotoda, istəyir təsviri sənətdə müasirlik öz yerində, müasirlik özünü göstərə bilər, hər zaman göstərə bilər. Amma bu, belə deyək ki, sərginin əsas qayəsi o idi ki, Azərbaycanı göstərək. Azərbaycanın koloritini, ruhunu. Bəli. Bu mənada bu bədii fotonun imkanları, deyərdim, sənətli fotonun da öz yerində genişdir. Bax, siz bədii foto ilə uzun illərdir də elə gəncliyinizdən məşğul olursunuz. Gənclik tepsi qocaltmaq fikrində deyilik, amma xeyli yəni stajınız var, bu sahədə təcrübəniz var. Mənim belə gördüyüm nə qədər maraqlı işləriniz var. Bir bax, atları çəkmişdiniz. Qarabağ atları, bəli, çox gözəl idi. O da bir tarixi foto idi, çünki 88-ci ildə, 89-cu ildə səhv eləmirəmsə, çəkdiyim Qarabağ atları Ağdam atçılıq zavodunda çəkilib. Və ondan sonra Ağdam işğal olandan sonra o zavod da demək olar ki, yoxa çıxdı. Düzdür, atları oradan qoruyub başqa bir yerlərə aparıldı falan. Amma mənim üçün o epizod hələ də gözümün qabağındadır ki, Qarabağ atları orada nə qədər azad gəzirlər. Həmin Qarabağ atları bu günləri Bakıda da var, yəni Şəkidə saxlanırlar, müəyyən bir yerlər var. Amma Qarabağda onların hərəkəti daha sərbəst idi. Sonra Şuşanın son günlərində Xarı Bülbülü çəkmişdiniz. Bəli. Sonra günəşin doğmasını göstərən bir tablo deyək. Gözəl işdir. Balaca uşağın ovucunda özdə. O çox gözəl işlərdən biri idi. O müxtəlif gərək ki, o vaxt kitablara, kataloqlara düşmüşdü o iş. O iş düşmüşdü. O vaxt mən Səhər qəzetində işləyirdim. Rəhmətli Süleymanzadə xahiş elədi ki, bir foto çəkin, bir Səhər qəzetinin reklamı olsun. Hətta Səhər qəzetinin başlığında yazısını mən eləmişəm, mən hazırlamışam. O şriftləri mən hazırlamışdım. Dedim, baş üstə. Yaxşı, səhərlə bağlı mən nə edə bilərəm? Onda indi Allah cəmi balaları sağlasın. Hal-hazırda 41 yaşı var oğlumun. Allah ömür versin. O vaxt o 5 yaşındaydı. Biz də bağdayıq. Səhər tezdən bunu, elə köynəksiz, filənsiz, sübh tezdən, saat 5-də. Qaldırdım, bizim bağdan biraz yuxarıda bir təpə vardı, onun üstünə. Orada o titriyə-titriyə əlini belə saxladı. Mən də onun ovcunda günəşin çıxmağını çəkdim. Çox maraqlı işdir o. İndiyə qədər də həmin o şəklin özünün yəni bir tarixi, oğlum deyir ki, düzdür, mənəm orada. Ancaq mən elə bilirəm ki, mənim ən gözəl vaxtımdır orada. Çünki ovcunda günəşdir filan. Bəli, Məzar müəllim o şəkli çox bəyənmişdi. Sonra həmin o dövrdə yenə də Məzar müəllim bir neçə işlər mənə tapşırmışdı ki, Səhər qəzeti ilə bağlı müəyyən bir işlər edəsən. Onda da elə, məsələn, Ağdam atçılıq zavodunda günəşin batan zamanında Qarabağ atlarının sürüsünü çəkmişdim.
Ondan da deməli təqvimlər hazırlayırdı, sonra gələn qonaqlara hədiyyələr edirdi. Yəni o işlərin özünün də bir zamanı var idi. Bugün üçün məsələn belə deyək də, süni intellektlə bağlı, sonra belə deyək ki, texnikanın inkişafında biz bu şeyləri çox asan əldə edə bilirik. Amma o dövrdə analog olduğuna görə, yəni plyonkalar çəkildiyinə, slaydın çəkildiyinə görə çox çətin bir məqam idi. Hətta o kimyəvi prosesdən keçirdi, foto aşkarlanmalı idi. O aşkarlana qədər sən ürəyi yeyirdin ki, görəsən çəkdiyin şəkil nə qədər doğru alınıb ya doğru alınmır. Çünki orada, negativdə o tam təsəvvür yaranmırdı. Bəli. Yəni ki, bizim o zaman üçün fotoqrafiyanın mən elə bilirəm ki, insan beyninə çox böyük təsiri var idi. Çox böyük təsiri var idi. Mən bunu bir şeylə müqayisə edərəm ki, bu günləri məsələn hesablamaq üçün kalkulatorlar var. İnsan hesablamağa o qədər cəhd eləmir. Yəni beynində yaddaşını itiləmir. Fotoda da həmçinin elə. Bugün rəqəmsal kameralar var. Allah'a şükür indi telefonların özü də. Hətta telefon alanda belə onun necə işləyəcəyini yox, neçə megapiksel olduğunu, kamerasının nə olduğunu soruşurlar. Elə bir ki, telefon yox, fotoaparat alırlar. Ya video kamera alırlar. Yəni bu mənada götürəndə telefon öz funksiyasını verib fotoya, videoya verib. Amma iş burasındadır ki, yenə də mən o fikrə qayıdıram ki, rəqəmsal fotonla analog fotonun böyük fərqi var. Hətta bir dəfə deməli, Yaxın Doğu Universitetində bir görüşüm olmuşdu fotoqraflarına. Orada sual verdilər mənə ki, rəqəmsal fotonla analogun arasında olan fərq nədir? Düzdür, bəlkə də kimlərinsə xətrinə dəymişdi bu fikrim, amma dedim ki, mən elə bilirəm ki, rəqəmsal foto sizi düşünməkdən azad edir. Sadəcə kadrın arxası ilə qaçırsan. Amma analog fotoqrafiyada sən məcbursan orada ekspozisiyanı, dərinliyi, hamısını fikirləşəsən, sonradan onu aşkarlayan zaman hansı prosesləri keçəcəksən, necə keçəcəksən və bunların hamısını hesablayırsan. Bir də ki, analog fotoda sənə imkan verilir, məsələn, 32, 24 ya 12 kadr bir filmdə. Amma rəqəmsalda istədiyin qədər, yəni minlərlə şəkil dayanmadan çəkə bilərsən. Yəni düşünmədən çəkə bilərsən, belə deyək. O çox yaxşı tərifi var bu dediyi. Yəni yaxşı tərifini vermisiniz. Mən də elə belə bir indi dinləyə bunu deyəcəydim ki, əslində bu texniki baxımdan da əlçatanlıq bizə bu hər şeyin elə bir hazır əlçatan vəziyyətdə gəlib əldə eləməyimiz bir növ elə bir adamları tənbəlləşdirib. Yəni təxəyyülün, ürəyin işləməyi elə bil keçib ikinci plana, arxa plana. Bəli, çox təəssüf ki. Yəni bu yazı sənətinə də aiddir. Deyim ki, yəni foto ilə yazıda daha çox. Götürək elə xalçanın özünü. Xalçada, əllə toxunan xalçada olan istilik, onda ona enerji, təbii ki, maşınla toxunan xalça arasında yerlə göy qədər fərqi var. Necə ki, kağız üzərində əllə yazmağın, bu ora qoyduğun enerji, ora qoyduğun ürək bir başqadır. Hətta dəstxəttin özündən adamın xarakterini belə oxumaq olur. Amma biri də var ki, makina dövründə yenə heç olmasa əməlli başlı barmaqlar döyəcləyirdi də. İndi kompüterdən rahat, klaviaturada elə düymələri basa-basa yazır, pozur, irəli gedir. Amma o rahatlığın içində belə bir şey də var ki, mən fikir verirəm. Deməli, o klaviaturla yazılan yazılarda istənilən qədər səhv aşkarlamaq olur. Nə qədər ki... Amma əllə yazılanda, çünki hər hərfin dalıcan gözün izləyir onu. Üstəlik də o barmaqla adamın enerjisi, ruhu elə bil yazıya hopur, vərəqə hopur. Və mən uzun illər demək olar o vərdişimdən əl çəkə bilmirdim. Ona görə kompüterə çox geç keçdim, açığı. Və özlərimdə, yəni bunu belə bilirəm ki, foto olmasa yazının misalında deyirəm də. Kompüterə keçəndən sonra bəzi şeylər rahatlaşdı. Onun mənə verdiyi imkanlar var. Əlbəttə, yazırsan, rahat bir anın içində e-maillə harasa göndərirsən, elektron poçtla. Amma o biri yandan elə bil o həmin o dadı, tamı, o rayihəsi yoxdur. O rayihəsi olmayacaq. Çünki o əllə yazılanda artıq sənin beynində həkk olunur o.
Yəni sən o dərindən o iz buraxır səndə. Amma belə yazılarda iz yoxdur. O iz hiss olunmur. Bax, elə söhbətin bu məqamında mən tamaşaçılara xatırladım ki, Rauf bəy neçə il Xalça muzeyində məşhur Lətif Kərimovun əsasını qoydu Xalça muzeyində çalışıb və dünya şöhrətli xalça işinin Azərbaycan tarixində gəlib getmiş, necə deyirlər, bu alimlərin, sənətkarların içində məxsus həmişə yeri olacaq Lətif Kərimovla bir yerdə, bir vaxtda. Ondan öyrəndikləriniz bilirəm çox şey var və fotoya da hətta sizin orada öyrəndikləriniz sirayət edib. Yəni xalçanın ornamenti öyrənməyiniz, çeşniləri öyrənməyiniz bir növ elə bir təxəyyülü daha geniş inkişaf elətdirmək, fotoya gətirmək məsələsində də elə bil əlinizdən tutub. Bilirsiniz, sözün əsl mənasında elə Lətif Kərimovun zəhməti təkcə xalça sahəsində deyil. O, mən deyərdim ki, poeziyanı da çox gözəl bilirdi, musiqini də çox gözəl bilirdi. Çünki şəxsi bir münasibətimiz də var idi. Hətta vaxt tapdıqca emalatxanasında oturub uzun zaman söhbət də edirdik. Onun, yəni ki, xalça elementlərində olan kompozisiyanı, xalçada olan fəlsəfəsini, yəni elementlərin fəlsəfəsini göstərməklə o bütün rəssamlara, yəni ki, təsviri sənətlə məşğul olan insanlara kompozisiyanın fəlsəfəsini diktə edirdi. Yəni ki, belə deyək ki, ana haşiyə, kiçik haşiyələr, orta göllər, bunlar fotoqrafiyanın özündədir, yəni kinoda da belə bir şeylər var. Necə ki, kinoda ümumi plan var, orta plan var və yaxın planlar var. Xalçanı da götürəndə görürsən ki, kiçik haşiyələrdir, kənar haşiyələr, sonra ana haşiyədir, sonra ortalıqda da ki, yəni kompozisiyanın özüdür. İndi siz təsəvvür edin, nə qədər müqayisə olunmalı bir şeylər var. Yəni, yaxın bir işlərdir. Kompozisiya baxımından yenə də deyirəm, kompozisiya özü... Üzr istəyirəm, illah da süjetli xalçalarda da. Süjetli xalçalarda da... O xüsusilə qabarıqdır bu məsələ. Həm süjetli xalçalarda, həm belə deyək ki, məsələn, tutaq ki, qımıl xalçasını götürək. Qımıl xalçasının özündə gölün özü, 2 dənə orada göl təsvir olunub. Həmin o göllərin ikisini göstərin mənə. Göstərə bilməyəcəksiniz. Onda, yəni, o xalçanı gəlib müəyyən bir o elementlərin fəlsəfəsindən xəbərin ola. Biləsən ki, onda göstərə biləsən. Məsələn, belə deyək ki, orta göl, ortalıqda olan göl, sonradan kənarlarda 4 yerə bölünüb, kənarda da yerləşdirilib. Yəni, bir xalçada 2 göl, bir göl kimi görsənsə də, amma 2 gölün ikisi də orada təsvir olunub. Bu məqamda bir şey də diqqətimdən yayınmadı ki, operator kimi də çalışmısınız, televiziyada, kinostudiyada və ona görə operator gözü ilə də bu işləri yaxşı dəyərləndirir. Mən bir şey etiraf edim ki, mənim deməli əmək kitabçam Azərbaycan televiziyasında 74-cü ildə açılıb. Yəni ki, ilk möhür əmək kitabçama ASTV-nin möhürü olub. Operator assistenti idi də? Xeyr, onda mən rejissor assistenti. Rejissor assistenti. Assistenti də, yox, rejissor köməkçisi kimi. Amma çox qısa bir zamanda Allah Vasif müəllimə can sağlığı versin, Vasif Babayev məni iş başında tutdu. Necə iş başında? Belə deyək ki, bu bəlkə də dəxli yoxdur söhbətə, amma etiraf edeyim ki, deməli, özüm həddindən artıq özümü rahat hiss edən insan olmuşam, ta bugünə qədər. Deməli, ikinci studiyada pultda əyləşib, canlı efirdən diktorla, canlı efirdə göstərdiyim zaman, sən demə, Vasif müəllim dayanıb başımın üstündə, bir də baxır ki, mən, yəni ki, tamamlayandan sonra, efiri bağlayandan sonra, yəni o vaxta qədər mənə toxunmadı, efiri bağladım, sonra sual verdi mənə ki, sən burada işləmək istəyirsən? Dedim, siz bilirsiniz. Dedi, gedək otağa. Getdik otağa, mən bilirəm ki, böyük bir cinayət işi görmüşəm də, belə deyək ki. Ərzə yazdım ki, mən öz xahişimlə getmək istəyirəm. Dedi, çox doğru fikirdəsən. Çünki sən, yəni ki, təsəvvür elə ki, 1-ci dərəcəli rejissor assistenti pultun yanında oturur. Nəinki pulta əlini vurur. Amma mən rejissor köməkçisi, belə deyək ki, redaksiyalar arasında
materialları ora apar, bura gətir. Mən durub pultun dalında oturmuşam. Yəni ki, böyük bir cinayət idi. O vaxt mənə yəni ki, şiddətli töhmət yox, bəlkə də işdən qovmaqla bunu eləyə bilərdilər. Ancaq Allah yenə də deyirəm, can sağlığı versin Vasif müəllimə. Məni qovmadı, dedi ki, yaxşı ki, sən ərizəni belə başa düşüb yazmırsan. Və o vaxtdan belə deyim, mən ondan sonra getdim kinostudiyaya. Kinostudiyada işıqçıdan başladım ta ikinci operatora qədər. İkinci operatorda Hüseyn Mehdiyevlə Təkcə Adanı özündə apara bilməzsən filmini bir yerdə işlədi. Gülbəniz Əzimzadənin filmini. O da mənim üçün ən maraqlı, belə deyək ki, ekspedisiyalardan biri idi ki, biz çöldə işləyirdik. 2 aktyor vardı, bir Gürcü aktrisası idi, bir də ki, Ayan Mirqasımova, hələ onda 3-cü ya 4-cü sinifdə oxuyurdu, balaca bir qız idi o filmi çəkəndə. Hüseyn Mehdiyevlə mən ekspedisiyanı çox... Onda yəni Allah ömür versin, Hüseyn Mehdiyevin hələ quruluşda operator kimi çalışan vaxtı idi. Bəli, bəli. Ondan sonra keçdi rejissorluğa. Bəli. Babamın babasının babası filmi ilə. Hüseyn Mehdiyevi mən ən gözəl operatorlardan biri hesab edirəm. Azərbaycan kino tarixində belə deyək ki, o xüsusi yeri var. Şəxsən mənə elə bir rəvac vermişdi ki, pavilyonda işıq qurmağı, belə deyək, quruluşu operator işıq qururdusa, mən ikinci operator kimi tapşırmışdı ki, gəlsin işığı o qursun. Gəlib işığı qururdum, gəlib sonra baxırdı, deyirdi ki, burada bu şeylər bir balaca fərqli eləmirsən, bunu düzəltmək lazımdır. Salam. Yəni onu ilə elə bil mənə olduğu onun güvənimi, bilmirəm nəsə, mənim özümü bir balaca daha sərbəst hiss eləməyimə çox kömək elədi. Və ondan sonra təbii ki, biraz kinoda işləyəndən sonra baxdım, gördüm ki, yox, mən necə deyərlər, özümü ifadə eləmək üçün kiməsə bağlı olmağı bacarmıram. Ona görə də oradan artıq başladım redaksiyalarda çalışmağa və belə deyək, fotojurnalistika ilə məşğul olmağa çalışdım. Artıq bu tarixə sən də yadıma gələr ki, bizim yadıma gələr ki, məsələn, jurnalistlərlə bir yerdə çəkilişə gedəndə çalışırdım öz fikrimi ifadə edeyim, yəni gördüyümü ifadə edeyim. Hətta jurnalistlərin mənə müəyyən bir diktələrini belə qulaq asmamaq, bilmirəm nədən idi. Düzdür, indi azdan çoxdan yəni hörmətimiz var idi bir-birimizə, amma mən deyirdim ki, mən yazı işinə qarışmıramsa, sən də zəhmət olmasa mənim işimə qarışma. Çünki mən fotoya cavab deyəm. Sənin gördüyün kimi mən görmürəm, mən təbii ki, biraz fərqli görəcəm. Çünki sənin yazında olan yazını, təbii ki, mən çalışacağım təsvirdə göstərim. Yəni, bu təsvirdə göstərmək də ki, ən çətin işlərdən biridir. Hətta bu, belə deyək, vərdiş mənə Bakı-Baku qəzetindən gəlmişdi. Onda Mark İsaic Peyzel var idi, məhsul katib, rəhmətli. O, deməli, maketi qoyurdu qabağını, deyirdi ki, bilirsən nə var, Rauf? Birinci səhifədə yer səninkidir. Sən mənə şəkil elə gətirməlisən ki, həm mənim qəzetim satılsın, çünki təsvir var axı. Bəli. Kiosklarda təsvirlərə baxırdılar. Yazını indi az adam bilirdi ki, yazı nədir. Amma təsvirə baxan kimi bilirdi ki, bu qəzeti alım ya almayım. Yəni deyirdi ki, sənin təsvirindən, yəni illüstrasiyadan mənim qəzetimin satışı yəni ki, müəyyən mənada asılıdır. Hə. Yəni mən belə şeyləri fikirləşə, həmişə yəni təkcə belə deyək də, öz işimi sadəcə olaraq yerinə yetirib deməklə eləmirdim. Məcbur olurdum ki, bu nətər deyirlər, mənə qarşıma qoyulan bu tapşırığı yerinə yetirim, təbii ki. Mircavad Axundzadə, Hüseyn Hüseynzadə, Allah rəhmət eləsin, Kamal Babayev. Kamal Babayev, onu deyim ki, gələn il artıq 100 yaşı olacaq. Bəli. Hətta muzeyin müdiriyyəti ilə danışmışam. Təklif eləmişəm ki, Kamal Babayevin 100 illiyini inşallah qeyd edəyək. İnşallah. Mən xoşbəxt adamam ki, bu adamları görmüşəm. Elə demək olar, onların hamısını biz birgə çalışdığımız dövrdə bir yerdə də gedib... Faiq Rəcəbli. Demək olar, onlardan material da hazırlamışıq bir yerdə. Fotoqrafların fotosunu çəkmişik və haqqında yazı yazmışıq. Ən yadda qalan mənə elə gəlir ki, Mircavad Axundzadə oldu. Mircavad Axundzadə idi. Mənim heç yadımdan çıxmaz. Mircavad Axundzadə ilə çəkiliş eləyəndə 1992-ci il idi gərək ki. Və o zamanda 93. Bəli, onun ömrünün son illəri idi. Artıq qocalmışdı, gözü zəifləmişdi. Gözü görmürdü. Hətta gözü tutulmuşdu, evdən bayıra çıxmırdı. Bəli. Amma biz onun o
ömrü boyu kamera arkasında olan adamın, aparat arkasında olan adamın gördüğü işlerin bir foto inkasını, bədii bir ifadəsini çatdırdıq. Tarixə ekskurs elədik, biz o adları da çəkdik. 19-cu əsrdə dünyada ilə foto sənəti yaranıb, ondan da biraz sonra Azərbaycanda təşəkkül tapmağa başlayıb. Düzdür, ilk bu işi icraçıları kənar millətin nümayəndələri olub, Mişon olub, Ursk olub, bilirsiniz tarixdən. Sonra adların bayaq çəkdiyimiz, bizim artıq klassiklər saydığımız kəslər idi və başqa indi ola bilər yadımıza düşməyən adlar, isimlər. İndi bu ekskursdan sonra gəlin, daha sizi pult arxasında necə deyərlər, keçirək. Fotonun, problemlərin öndə olan bir adam kimi bir fikrinizi öyrənək. Bugün fotonun hansı problemləri var? Siz bu işlərlə bilavasitə məşğulsunuz, qarşılaşmısınız, onların həlli üçün çalışırsınız, ona görə də mənə elə gəlir bu sualın sizə verilməyi məntiqli və qanuna uyğundur. Sağ ol sizdən bu sualı konkret cavab da olmasa, çünki konkretlik belədir ki, deməli onda əgər konkret cavab verirəmsə, bu işlərlə də bitir. Ay, sağ ol. Bəli, amma sözün əsl mənasında foto inkişaf elədikcə, foto sənəti davam elədikcə, hər zamanda bir problem əmələ gəlir. Problemlər nədir? Bu günləri biz belə deyək ki, Azərbaycanı foto gözü ilə tanıtdırmaq yetərincə var. Bu problem deyil. Yəni, istəyən adam, məsələn, mənim özümə bir neçə dəfə dəvət gəlib, xaricdə sərgi açmaq. Sonra biz özümüz, məsələn, xaricdən bura dəvət edirik, fotoqrafları gəlib sərgi açırlar, sərgi edirlər. Sonra belə deyək ki, beynəlxalq müsabiqələrdə iştiraklar var. İndi mənim özümdə azdan çoxdan bir qazandığım qızıl medalda filan bunlar var. Amma mən bu ilə elə bilirəm ki, bu bizim problemimizi həll eləmir. Bizim problemlərimizi həll eləməyən məsələlərdən biri bu günlər Azərbaycanda foto muzeyinin olmamalıdır. Deyərik ki, foto muzeyinə nə gərək var? Əgər gərək yoxdursa, onda məsələn, arxivlərə müraciət edəndə, hansısa tarixlə bağlı, hansısa bir hadisə ilə bağlı müraciət edəndə o arxivdən fotoları tapmaq olurmu? Yox. Belə deyək. Məsələn, Hüseyn Hüseynzadənin fotoları bu günləri... Baxmayaraq ki, sözünü balla kəsin, bizdə uzun illərdir də, 10 illərdir kinofoto sənətləri, dövlət arxivi var. Var. Amma onlar arxiv kimi qalır. Bəli. O arxivə kimlər müraciət edir? Mütəxəssislər. Zaten, mütəxəssis, vacib olan bir şeyi götürür. Adi adamların onların yolu düşmür. Niyə bu adi adamlar onu görməsin? Onun üçün də muzey biz onları olmalıdır niyə ki, ziyarət eləsinlər. Çünki bu günləri, məsələn, belə deyək, mən bayaqları bildirdim ki, fotoyla hamı məşğul olur. Hamı istəyir ki, fotoya yaxın olsun. Telefonlarla mı, aparatlarla mı, nə ilə. Amma fotonun özünün nə olduğunu çətinlik çəkirlər. Çətinlik nədədir? Yəni, fotonun fəlsəfəsini bilmir. Fotoya aid olan elmi xəbərləri yoxdur. Düzdür, texnikadır. Texnika, diafragmadır, məsələn, sürət pərdəsidir, obyektivdir, kameradır. Bunu öyrənmək çox çətin bir şey deyil. Ən asan yoludur. Öyrənəcəksən. Amma yaxşı, sən fotoda mənə nəyi deyəcəksən? O fotonu sən niyə öyrəndin? O fotonla sən mənə nəyi çatdıracaqsan? Söhbət bundan gedir. Sən əgər mənə heç bir şey çatdırmayacaqsənsə, təzə bir şey deyə bilməyəcəksənsə, valla, gedib o öyrənməyinə dəyməz. Mən bəlkə də bunu biraz qabardıb deyirəm ki, dəyməz. Nəyə görə dəyməz? Çünki əzim, bu fotonun özünün məntiqi var. Necə çatdırmaq? Və fotonun yaşaması üçün, necə ki, məsələn, belə deyək ki, böyük əsərlər necə yaşayır? Onlarda olan enerji, onlarda olan fikir əsəri yaşadır. Yoxsa fikir yoxdursa, sadəcə olaraq fırçanı götürüb istənilən rəngi vur ora, bir-iki figur çəkinən, amma sənin özün daxilində olan bir istiliyi, sənin içində olan bir fəlsəfə, fikir, ora yansımırsa, deməli, o əsərin özü bir şey dəyməz. Yəni, bu mənada belə deyək ki, foto məktəblərinin Azərbaycanda olmaması. Düzdür, son dövrlər, məsələn, cəhdlər var. Mən özüm bu yaxınlarda Təhsil Nazirliyinin bir layihəsini, 5 aylıq layihəsini bitirdim. Bir 50-yə yaxın oradan tələbələrimiz çıxdı, hətta sərgilərini də elədi.
uşaqlar belə deyək ki, o tələbələr öz işlərinə baxanda belə inanmırdılar ki, həqiqətənmi biz bunu belə çəkməyik, belə görə bildik. Düzdür, indi mən demirəm mənə təşəkkür, sadəcə olaraq bu fotolardan onlar artıq bilirlər ki, fotoya necə yanaşmaq lazımdır. Mənim məqsədim onları təkcə texnikanı öyrətmək yox, həm də fotonun fəlsəfəsini çatdırmaqdır. Çünki fotoqrafiya rəsmdə olduğu kimi, yazılarda olduğu kimi, bədii yazılarda olduğu kimi fəlsəfəsiz deyil. Təbii ki. Yəni onların daxili var, Ya da o onların içi sənətin var. öz incəliyi var. Bəli. Hətta bir dəfə belə bir şey oldu ki, deməli mən uşaqlara tapşırıq verirəm ki, gedin rəsmlərə baxın və o rəsmlərdə gördüyünüz hadisəni mənə yazın gətirin. Hətta deyirdim ki, əsərə baxıb özünüzdən bir fikirlər uydurun ki, burada əvvəllər nə olub, indi nə var idi və sonra nə ola bilər. Çünki fotonun özündə də sən kameranın arxasında o hadisəni görüb, yaşayıb o lenti almalısan. Əgər sən onu yaşaya bilmirsənsə, hadisələrə biganəsənsə, necə ki, musiqini eşidəndə hər ladda sənə bir təsiri varsa, biz deyirik ki, sarı sinif bərk basma. Yəni ki, majordan, minordan keçəndə fotonun özündə majorları var, minorları var. Biz buna niyə belə adi baxmalıyıq? Niyə adi gözlə baxmalıyıq? Yəni ki, əgər bu sahəni biz görə bilmiriksə, onda biz fotoda, yəni ki, təbii ki, fotonun hörməti olmayacaq. O bayaqlar dediyimiz kimi ki, yəni fotonu sənət səviyyəsinə qaldırmaq üçün fotonun məhz bu sahəsini öyrənmək lazımdır. Bu sahəsi ilə addımlamaq lazımdır ki, sabahları özünü təsdiq edə biləsən. Ya da elmli yanaşma mütləq. Elmli yanaşma, bəli. Bu günləri məsələn deyirik ki, araşdırmaçılar. Bəli. Yoxdur araşdırmaçılar. Hətta mən bir neçə dəfə təklif də eləmişdim ki, bu İncəsənət Universitetində sənətşünaslıqla, yəni ki, rəssamlıqla, heykəltaraşlıqla məşğul olan, düzdür, teatrın biraz buna o qədər yaxınlığı yoxdur, amma təsviri sənətlə məşğul olan sənətşünasları mən istəyirdim ki, cəlb eləyək foto sənətini, onlara bu izahını, yəni bu yolunu göstərək ki, buradan yapışıb, buradan da istifadə eləsinlər. Çünki var, həqiqətən də var. Məsələn, belə deyək ki, bayaqlar Mirzəvad Axundzadədən danışdıq. Bizim müasirlərimizdən şəxsən mənim özümün gördüyüm və öyrəndiyim Hüseyn Hüseynzadə vardı. Allah rəhmət eləsin. Hüseyn Hüseynzadənin çəkdiyi Neftçilər portreti, Tahir Salahovun çəkdiyi Neftçilər portretindən heç də geri qalmırdı. Düzdür, biri rəsm təsviri idi, fırçadan çıxma, digəri isə fotodur. Amma dinamik baxımdan o fikri çatdırmaq, o ideyanı çatdırmaq artıq Hüseyn Hüseynzadədə yetkin şəkildə var idi. Bəs Fərid Məmmədovun qayaları, Fərid Məmmədovun qayaları danışan qayalardır. Dayanış, bəli. Çünki Fərid Məmmədov o qayalara biganə yanaşmır. Mən bayaqları fikrimdə dedim ki, gərək hər hansı bir işə, yəni kadrın özündə, sən kadrın özünə biganə olmayasan. Biganə olarsansa, o təbii ki, sənə heç nə verməyəcək. O kadrı gərək yaşayasan. O qayaları, məsələn, səhər sübh tezdən onun üstündə olan şehini hiss eləyəsən, onun üstündə olan mamırları, şibiyələri, belə şeyləri hiss eləyəsən və o sənin heyranlığın məsələ fotoya yansımalıdır. Onu hiss eləmək lazımdır. Valla, biz belə deyirik ki, musiqiyə aludə oluruq. Gözəl bir musiqi, istər cazı olsun, istər məsələn, klassik musiqisi, hər hansı bir aşıq musiqisi, biz buna aludə oluruq, qulaq asırıq saatlarla. Axı, fotonun da özünün melodiyası var. Kinonun özündə olduğu kimi, rəsmdə olduğu kimi, elə rəsm var ki, insanın istər-istəməz yadından çıxmır, təsvirində, beynində qalır. Foto özü də elə bir şəkil olmalıdır. Yəni, o yaddan çıxmamalıdır. Bir neçə dəfə düzdür, mənə müraciət ediblər ki, sərgi eləmək istəyirəm. Deyirəm, əzizim, gətir şəkilləri baxaq. Baxıram şəkillərə. Deyirəm, sən bu şəkillərlə nə demək istəyirsən? Foto açıqcalar hər yerdə var. Sən də foto açıqca çəkmirsən. Amma sən mənə elə bir şəkil gətir ki, tutaq ki, 50 fotodan ibarət sərgi eləmə, 10 dənə şəkildən ibarət sərgi elə, amma 10 şəklin heç olmasa 3-ü yadda qalan olsun. Əgər o zaman kiminsə yadında qalacaqsa, deməli o sərgini eləməyinə dəyər. Yəni sərginin də özünün bir konsepti var. Buyur,
Hər gün bir sərgi açılır. Kimin yadında qalır? Hansı şəkil yadda qalır? Bax, açığını deyim ki, bizi ağrıdan tərəfi biri odur. Ki, bu fəlsəfə çatmalıdır. Məsələn, bu yaxınlarda 2 il öncə Vaqif Səmədoğlu'nun bir kitabı var idi. O kitabda mən foto məsləhətçi idim. Deməli, Vaqif Səmədoğlu'nun aforizmləri, prozaları və onun fotoları. Bilirik ki, Vaqif Səmədoğlu özü uzun müddət fotoqrafiya ilə məşğul olub. Fotonun həvəskarı Hətta idi. təqdimat vaxtı Ciddi həvəskarı idi. belə bir etirazımı bildirdim ki, heyf ki, Vaqif Səmədoğlu'nu o mənim gözlədiyim fotoları görə bilmədi. Onda da xanımı dedi ki, təbii ki, çox şeyləri götürülüb, aradan çıxıb, yoxdur. Və mən inanırdım ki, Vaqif Səmədoğlu'nun şeirlərində olan fəlsəfəsi, sonra onun yazılarında olan fəlsəfə məsələ onun fotolarına da yansıyıb. Mən o fotoları heyf ki, görə bilmədim. Amma müəyyən qədər bu kitabda onlar var idi. Ötən əsrin sonlarında Azərbaycanda fotoqrafların birliyi yarandı. Yəni peşəkar fotoqraflar bir araya gəldi. Bu həm də elə bil o danışdığımız problemlərin həllinə doğru düşünürəm ki, atılmış bir addımdır. Buna elmli yanaşmaq, təhsil məsələsini qabartmaq filan. Çünki birlik varsa, deməli, elə məqamlara da toxunacaq bu fəaliyyətində. İndi növbəti mərhələ, növbəti addım inşallah ki, muzeyin yaradılması ilə bağlı olar. Siz bu istiqamətdə birlikdə də rəhbərlikdə çalışmısınız, bilirəm, fəallarından olmuşsunuz, qurucularından, fəallarından. Azərbaycandan kənarda da dəfələrlə müsabiqələrdə, foto sərgilərdə iştirak eləmişsiniz, müəyyən təlimlərdə və yetərincə bu məsələləri bilirsiniz. İnşallah ki, düşünürəm, yavaş-yavaş o problemlərin həllinə doğru addımlayacaq, gedəcək. İnşallah. Bu söhbəti də eləməkdə məqsədimiz, bugünkü bu mövzunu qabartmaqda məqsədimiz o idi ki, fotoya adamlar adidən adi bir şey kimi baxmasınlar. Yəni, foto yazı ilə, o dediyimiz digər incəsənət növləri ilə bir vəhdət təşkil edən və onlarla az qala eyni çəkiyə, yükə, ifadə imkanlarına malik olan bir sənət növüdür. Mənə elə gəlir ki, biz söhbətimiz belə produktiv oldu, yəni faydalı oldu və bu baxımdan istədiyimizə bir müəyyən qədər nail olduq. Təşəkkür edirəm bugün bu mövzunu işləməkdə bizim bələdçimiz oldunuz. Var olasın. Təşəkkür edirəm. Çox sağ olun. Diqqətinizə görə. Mən ümid edirəm ki, bundan sonra yəni ki, fotoya biraz da diqqət daha çox artar. Əziz izləyicilər, beləliklə daha bir söhbətimiz sona yetdi. İnanıram ki, yadda qalan və maraqlı oldu. Kanala abunə yazılmağı, verilişlərimizə baxıb bəyənməyi, fikir və təkliflərinizi yazmağı unutmayın. Sağ olun, Allah amanda.